1941-ci ildə Füzuli rayonunun Aşağı Rəfəqdili kəndində bir oğlan gəldi dünyaya. Bəhram Nəsibovun istedadını çoxları Allah vergisi adlandırırdı. O, musiqi vurğunuydu. Şair, bəstəkar, həm də gözəl insan idi. Bəhram sənətlə nəfəs alırdı. Kövrək duyğularını nota, oradan da simə köçürərək ürəkləri sızlatdı. Qəlblərə hakim kəsildi. Hakim kəsildi ki, heç zaman unudulmasın. Gözəl yoldaş, gözəl insan oldu ki, daim yeri görünsün. Həm yaradıcı, həm də ifaçı idi. Bəhram Nəsibov 1998-ci il yanvar ayının 15-də uzun sürən xəstəlikdən sonra dünyadan köç edən karvana yoldaşlıq etdi. Tərk etdi bizləri. İyunun 22-sində onun ad günüdür. Vahid Poeziyevində Bəhram Nəsibovun xatirə gecəsi, anım günü qeyd olunurdu və bu gecədə onun ailə üzvləri, sənət dostları iştirak edirdilər, xatirə söylədilər. Mən rəhmətli Bəhram müəllimlə 1977-ci illərdən tanışıram. Lakin talih elə qismət elədi ki, mən Bəhram müəllimlə 80-ci illərdən başlayaraq nətər deyərlər, yoldaşlıq eləməyə başladıq. El şənliklərində, konsertlərdə, toylarda, düğünlərdə birgə işlədik, nətər deyərlər, yoldaşlıq elədik. Mən o vaxtdan bəri gözəl insan olan Bəhram müəllimin demək olar ki, bütün yaradıcılığı ilə tanışam. Onun nə dərəcədə geniş ürəkli, bir musiqi şünas olmağını, bir tarzan olmağını yaxşı bilirəm, bələdəm. Onu da deyə bilərəm ki, Bəhram müəllim 100-dən çox şeirin müəllifidir və xalqımızın, müğənnilərimizin dilində əzbər olan çox-çox mahnıların sözlərini və musiqisini məhz Bəhram müəllim özü yazır. Və onu da deyim ki, son illərdə mənim ifamda səslənən çoxlu mahnıları Bəhram müəllim özü həm sözünü yazıb, həm də musiqisini yazdı, bəstələdi. Bəhram müəllimin 200-dən çox mahnısı indi bizim əlimizdədir, yaddaşımızdadır, dilimizdədir, biz onları oxuyuruq. Bəhram müəllim ümumiyyətlə çox istedadlı, həm musiqiçi, həm istedadlı bir ziyalı, istedadlı insanıdır demək olar ki. Mən xoşbaxtlıqdan Bəhram müəllimi laf körpə vaxtından tanıyıram. Bir neçə sinif məndən aşağı oxuyurdu, bir məktəbdə oxuyurdu. Ancaq məsələ buradadır ki, Bəhram müəllimin o istedadı elə uşaqlıq vaxtlarından da bilinirdi, nətər bilinirdi. Bəhram müəllim demək ki, Azərbaycanın bütün şairlərinin şeirlərini demək olar ki, əzbər bilirdi. İnansınız, o vaxtları Sabirin şeirləri çox çətin oxunurdu, uşaqlar çətin öyrənirdi. Bəhram müəllim onun bütün o bəhri təvirlərin, Sabirin bütün şeirlərin, klassik bizim demək ki, Nizamidən tutmuşuzu bəri bütün şairlərin şeirlərinə. Bəhram müəllim demək, o şagird yoldaşları arasında həmişə seçilirdi. Nə ilə seçilirdi? Söhbətçiliyi ilə, lətifə söyləməyi ilə. Bəhram müəllim haradaysa bir 5-10 uşaq oturub söhbət eləyəndə, gülüşəndə bilirdi, mütləq Bəhram müəllim orada lətifə, mütləq Bəhram müəllim orada lətifə söyləyir. Bəhram müəllimin ilk dəfə hansı mahnısını ifa etmişsiniz? Bəhram Nəsibovun bir neçə mahnıları mən ifa eləmişəm. Onlardan, yəni mənim o daimi, o Qızıl Fondda qalan Qarabağ mahnısıdır. Qarabağ mahnısını da mənə gəlir ki, tamaşaçılarımız, dinləyicilərimiz görüb, eşidib və o saatda durur. Hal-hazırda tez-tezə verirlər ona. Bəhram böyük istedad idi. Bəhramla mənim ünsiyyətim çox olub. Biz bir yerdə kirayəşin qalmışıq. O bir də görürdün ki, çox narahat idi. Gecə yatırdı, saat 3-də durğuzurdu məni, qravatımız belə yan-yana. Deyirdi ki, bəs mən bir bəhri təbir yazmışam, buna qulaq as. Deyirdim, Bəhram, gecə saat 3-də bəhri təbir olmaz, yat səhər eləyət əvədə. Deyir, yox, mən bunu indi deməliyəm. Çox böyük istedadda da belə.